Üçüncü bölmemiz olacaq ədədin bölən və bölünənləri. Natural ədədin bölənləri nələrdir? Ədədin böləni heç vaxt özündən böyük olmur. Deməli, ədədin bölənləri 1-dən başlayır və ən kiçiyi 1-dir, ən böyüyü isə özündə bitir. Bu nə deməkdir? Yəni məsələn, 24 ədədini bölənə baxaq. 24 ədədinin bölənləri nələrdir? 1-dir. 24-ü 1-ə böləndə 24. 24 2-yə bölünür. 2-yə böləndə 12. 24 deməli 3-ə bölünür, 8 qalır. 24 4-ə bölünür, 6 qalır, 5-ə də bölünür. Deməli, ədədin bölənlərə baxın, 1-də başlayır və özündə bitir. Deməli, ədədin ən kiçik böləni, ən kiçik böləni 1-ə bərabər olur həmişə. Yəni, bu bütün ədədlər üçün keçərlidir. Ədədin ən kiçik böləni 1-də başlayır həmişə. Ən böyük böləni isə özünə bərabərdir. Özünə bərabərdir. Məsələn, birini də qeyd eləyim. Məsəl üçün 15. 15 deyir ki, 15 ədədin bölənlərini tapın. 15-in bölənləri. 15 1-ə bölünür mütləq. 15-i 1-ə böləndə 15 alınır. 15 3-ə bölünür. 15 3-ə böləndə 5 alınır. Başqa da yoxdur. Yəni, ancaq bunları 1, 3, 5, 15. Deməli, ədədin böləni ən kiçik 1-ə, ən böyük isə özünə bərabərdir. Məsələn, başqa bir ədəd də qeyd eləyim. Məsələn, 104 olsun. 104 1-ə bölünəndə 104 alınır. 104 1-ə bölünəndə 104 alınır. 104 2-ə bölünəndə 52 alınır. Deməli, 3-ə bölünmür. 4-ə bölünəndə, deməli, 4-ə görək bölünürmü? 104 4-ə bölünürmü? 4 dəfə 2 8, 26 dəfə 4 24. Aha. Deməli, 104 4-ə bölünəndə 26 alınır. 5-ə bölünmür. 6-ya bölünürmü görək? 104 6-ya bölünürmü? 6-ya yox, bölünmür. Sonra 7-yə bölünmür. 7-yə də baxaq görək. 104 7-yə bölünürmü? 34 bölünmür. 8-ə bölünür. Baxaq görək 8-ə bölünürmü? 8 bəli, bölünür. Deməli, 104 demə 8-ə bölünəndə də 13 qalır. 104 demə 8-ə bölünəndə 13 qalır. 9-a bölünmür, 10-a bölünmür. 10-a bölünməsi üçün bunun sonu mütləq sıfırla bitməlidir. 11-ə bölünmür, 12-yə deməli, görək 104 12-yə bölünürmü? 12 7 3 14 8 aha, bölünmür, yox. Deməli, 8-ə 1-də 13, axırıncısı da 8 və 13 idi. 8-ə 1-də 13-ə bölünür. Deməli, 104 deməli, bölənləri 1-də başlayır və özündə də bitir. 1, 2, 4, 8, 13, 26, 52 və 104-ün özüdür. Yəni, ədədin bölənləri bu deməkdir. Yəni, bir daha təkrarlayıram. Ədədin ən kiçik böləni 1-də deməli başlayır. Ən böyük böləni özünə bərabərdir. Ədədin deməli bölənləri sonludur. Deməli, sonludur. Bu nə deməkdir? Yəni ki, sonu var. Sonludur. Ədədin bölənləri sonludur. 1-də başlayır və özündə bitirirsə, demək ki, bu sonludur. Daha sonra məsəl üçün, burada verilmişdir. Verilmiş ədədin ədəd cütündən hansı o birinin bölənidir? Baxın, 36 və 99. Baxın, 36 9-a tam bölünür. 9-a tam bölünür. Deməli, 9 36-nın bölənidir. Baxın, bölən, qismət. Deyək ki, hansı digərinin bölənidir? 9 36-nın böləni olacaq. Sonra 41 və 82. 41 82-nin əlbəttə ki, böləni olar da. Çünki bölən bölünəndən kiçik olmalıdır axı. Deməli, bölünən böyükdür. Bunu belə yazsa A bölü B bərabərdir C. A böyükdür B-dən. Yəni, bölünən həmişə böləndən böyük olmalıdır. Bölündən həmişə böyük olmalıdır. Bölən deyəndə həmişə kiçik rəqəm olmalıdır. 15 burada baxın, 15 75-in bölənidir. 19 57-nin bölənidir. 16 48-dən kiçikdir. Demək ki, 16 48-in bölənidir. Kiçik olan həmişə böləndir. Sonra baxaq, deməli, ən böyük ortaq bölən. Ədədlər içərisində bölənlərini tapın. İndi, məsəl üçün, burada qeyd edirəm. Deyək ki, 36-nın bölənləri, 96-nın bölənləri, 36-nın bölənlərinə baxaq. 36 deməli nəyə bölünür? 1-ə bölünəndə 36 qalır. 36 2-yə bölünəndə 18 qalır.
36 3'ə bölünəndə 12 qalır. 4'ə bölünəndə 9 qalır. Bir də 36 6'ya bölünür. 36'nın bölənləri. Bunlar içərisində 36'nın bölənləri hansılardır? Deməli 3, sonra 6 varmı? Var. 12 var. Sonra 18 yoxdur və 36 bir də var. 36'nın bölənləri də bu rəqəmlər içərisində 36'nın bölənləri bunlardır. 3, 6, 12, 36. Sonra 96'nın bölənlərinə baxaq. Ya 90'nın bölənlərinə. 90'nın bölənləri 91'ə bölünəndə 90 qalır. Sonra 2'yə bölünəndə 45 qalır. 45. 3'ə bölünəndə 30 qalır. 4'ə bölünür. 5'ə də böləndə 95'ə bölünür. 95'in içərisində 9, 5'in içində bir dəfə 8, 18 qalır. 6'ya görə bölünürmü? 96'ya bölünürmü? 5 qalır. Deməli 96'ya da bölünəndə 15 qalır. 7'yə bölünmür, 8'ə bölünmür, 99'a bölünəndə 10 qalır. Deməli 90'ın bölənləri 1, 2, 3, 5, 6, 9, 10, 15, 18, 30, 45 və 90'ın özüdür. Bu da 90'ın bölənləri. Sonra ədədin bütün bölənləri cəmini tapmaq, 68'in bölənləri tapıb və onları cəmləyəcəksiniz. Sonra ən böyük ortaq bölən. Ən böyük ortaq bölən nədir? Qaydasını qeyd edirəm. Deməli, A və B natural ədədlərinin hər ikisindən bölünən ən böyük natural ədədə ən böyük ortaq bölən deyilir. A və B natural ədədlərinin hər ikisindən bölünən ən böyük natural ədədə ən böyük ortaq bölən deyilir. Deməli, əbob AB kimi işarə olunur. A və B natural ədədlərinin hər ikisindən bölünən ən böyük natural ədədə deməli, əbob deyilir, ən böyük ortaq bölən deyilir. Burada əbob AB kimi işarə olunur. Deməli, istənilən bir ədədlər verilə bilər. Deyək ki, onun əbobunu tapın. Məsələn, 18 ilə 24'ü əbob tapaq biz. 18 necə ədəddir? Deməli, 3 ədəddir. 18 ən kiçik nəyə bölünür? 2'yə bölünür. Heç vaxt 1'ə bölmədən götürmürük. 1'ə bölmə 1 sonda olacaq, ancaq burada olacaq. 18 2'yə bölünür, 9 qalır. 9 3'ə bölünür, 3 qalır. 3 də 3'ə bölünür, 1 qalır. 24 2'yə bölünür, 12 qalır. 12 2'yə bölünür, 6 qalır. 6 2'yə bölünür, 3 qalır. 3 də 3'ə bölünür, 1 qalır. Deməli, baxaraq ki, ortaqlarımız nələrdir? Deməli, burada 2 var, burada da 2 var. Burada 3 var, burada da 3 var. Deməli, əbobda ancaq ortaq olan vuruqları biz götürməliyik. Və ortaq 2'dən deməli, ortaqlardan ancaq bir dənə götürürük. Burada da 3 var, burada da 3 var. Ancaq birini götürüb yazırıq. Burada 3'də və 2'nin 6. Əbobumuz oldu 6 və salam. Bu qədər. Deməli, əbob tabanında biz nə edirik? Verilən ədədlərə sadə vuruqlar ayırmalıyıq. 18'in deməli vuruğu nə oldu? 2 vurulsun 3 vurulsun 3 deməkdir. 24'ün vuruğu da 2 vurulsun 2 vurulsun 3 deməkdir. Deməli, 18'də 18 ilə 24'də ortaq 2 var, 2 var, 3 var, burada da 3 var. Ortaq vuruqlardan sadəcə 2'lərdən sadəcə bir dənə yazırıq. 3'lərdən də sadəcə bir dənə yazırıq. Bu da edir 6. Sonra məsələn, burada nə qədər qeydlər var, onları əboblarını tapaq. Deyək ki, verilmiş ədədlər cüzünün ortaq bölənlərini tapın. Ortaq bölənləri yəni əbobunu deyir, tapın. Tapaq indi. Məsələn, 32 və 56. 32 və 56. 32 və 56 əbob tapaq. 32 deməli ən kiçik dedik ki, 2'yə bölünəcək, 16 qalır. 2'yə bölünür, 8 qalır. 2'yə bölünür, 4 qalır. 2'yə bölünür, 2 qalır. 2 də 2'yə bölünür, 1 qalır. Sonra 56. 56 2'yə bölünür, 8, 28 qalır. 2'yə bölünür, 14. 2'yə bölünür, 7. 7'yə bölünür, 1 qalır. 1. Vəssalam. Deməli, ortaq vuruqlarımız nədir? 2 var, burada da var. 2 burada var, burada da var. 2 burada var, burada da var. Deməli, sadəcə ortaq vuruqlardan sadəcə bir dənə götürsək bəs edir. Bu 2'dən bir dənə, bu 2'dən bir dənə və bu 2'dən də bir dənə. Yəni, təkcə bir sıranı götürsəz bəs edir. 2 dəfə 2'nin 4, 4 dəfə də 2'nin 8. Əbobumuz bizim 8 oldu. Sonra məsələn, yenə tapaq. 72 ilə 81'ə əbob tapaq. 72 cüz ədədləri 2'yə bölünür, 36. 2'yə bölünür, 18. 2'yə bölünür, 9. 3'ə bölünür,
3, 3'e bölünür 1. 3'e bölünür 27, 2'ye bölünmür. Çünkü 27 3'e bölünür 9, 3'e bölünür 3, 3 de 3'e bölünür 1 qalır. Deməli, ortaq fərqlərimiz nələrdir? 2 burada da var. 2 burada yoxdur. Aha, yoxdur burada. 2 burada yoxdur. Ona görə silək. Deməli, burada 2. 3 burada var, burada da var. 3 burada var, burada da var. Deməli, ortaq fərqlərdən ancaq birini götürürük. 3 vurursuz 3'ə eləyəcək 9. Cavabımız 9'dur. İndi əbəvi tapmağı öyrətdik. Baxaq görək başqa nə deyilir. Deməli, sadə və mürəkkəb ədədlər anlayışından, ümumiyyətlə tək və cüt ədədlər anlayışından danışım. Deməli, tək ədədlər nələrdir, cüt ədədlər nələrdir? Sonu, deməli, ədədin sonu 0, 2, 4, 6 və 8 ilə bitirsə, bu ədədlər cüt ədədlər adlanır. Cüt ədədlər adlanır. Ədədin sonu, deməli, 1, 3, 5, 7 və 9 ilə bitirsə, bu ədədlər tək ədədlər adlanır. Deməli, məsələn, cüt ədədləri nümunə çəkin. Cüt ədədlər məsəl üçün 20, çünki sonu 0 ilə bitib, 26, məsəl üçün 48, sonu 8 ilə bitib, 6 ilə bitib. Yəni bunlar cüt ədədlərdir. Tək ədədlərə misal çəkək, 21, 23, 25, 27, 29. Sonu nə ilə bitib? 1, 3, 5, 7 və 9 ilə bitirsə, bu ədədlərdən hansısa 1 ilə bitirsə cütdür, bunlardan 1 ilə bitirsə təkdir. Ədədin təkliyi və cütlüyü onun sonu ilə bilinir. Sonra biz deməli, sadə və mürəkkəb ədədlər anlayışına baxaq. Sadə ədədlər nə edilir? Cüt ədədlər birdən onu qeyd edim ki, cüt ədədlər deməli sonsuz çoxluqdur, sonsuz cüt ədədlər deməli sonsuz çoxluqdur. Sonu 0, 2, 4, 6 və 8 ilə bitir. Cüt ədədlər ümumi formulu düsturu necədir? N, 2n plus 2, 2n plus 4, 2n plus 6 bu formada 2, 2 arta gedir. Cüt ədədlər 2, 2 arta gedir. 2n, 2n plus 2, 2n plus 4, 2n plus 6. Bu nə də işləmizə yarayır? Məsəl üçün bizə şərtdə verilə bilər ki, verilmiş 2 ardıcıl cüt ədədin cəmi, məsəl üçün 18'dir. 2 ardıcıl cüt ədədin cəmi 18'dir. Onda 2 ardıcıl cüt ədədlərimiz hansı olacaq? Biri 2n'dir, digəri 2n plus 2 olacaq. Və bunlarla cəmi deyir ki, 18'dir. 2n üstəgə 2n nə edir? 4n plus 2 bərabərdir 18'ə. 4'dən bərabər 18 çıx 2, 16. N də bərabər 16'dan 4'ə böləndə eləcək 4. N'in birin 4 qatı. Onda ədədlərimizi tapsaq, 4 və 2'nin 8, 4 və 2'nin 8 üstəgə 2, 10. Ardıcıl ədədlər 2, 2 artır. Ardıcıl ədədlər həmişə 2, 2 artır. Özümdən nümunə olaraq qeyd edeyim. Bunda qayda olaraq qeyd edeyim. Demək, bax, bu qaydalardır. Bunlar hamısı qaydalarımızdır bizim. Sonra, bax, bunlar hamısı qaydalardır ki, yazılmalıdır bunlar. Baxın, bunlar da qaydalardır. Sonra cüt ədədlər ümumi formulu budur. Cüt ədədlər 2n, 2n plus 2, 2n plus 4, 2n plus 6, 8 və bu formada arta gedir. Yəni 2, 2 arta gedir. Cüt ədədlər sonsuz çoxluqlardır. Sonra ən kiçik cüt ədədimiz hansı olacaq? Deməli 2 olacaq. Ən kiçik cüt ədədimiz bizim 2'dir. Sonra deməli tək ədədlərimiz hansılardır? Tək ədədlərimiz. Tək ədədin sonu 1, 3, 5, 7 və 9 ilə bitirsə, bu ədədlər tək ədədlər adlanır. Bu ədədlər tək ədədlər adlanır. Deməli, tək ədədlər də sonsuz çoxluqdur, sonsuz saydadır. Məsəl üçün, nümunə olaraq yazsam 23, 25, 27, 29. Baxın, tək ədədlər 2, 2 artır. 2, 2. Bunlar da baxın necə, bunlar 2, 2 artmır. 2, 2. Bunlar 2, 2 artır. Eləcə də eyni ilə, yəni bunlar 2, 2 arta gedir. Tək ədədlərimiz də bizim sonsuz çoxluqdur. Tək ədədlərimizin ümumi formulu bəs necədir? Deməli, tək ədədlərin ümumi formulu 2n plus 1, 2n plus 3, 2n plus 5,
2n plus 7, 2n plus 9. Baxın, bu formada davam edir. Sonu görürsünüz neylə bitir? 1, 3, 5, 7, 9. Yəni 2 arta gedir, amma tək artır. Yəni bunları yadda saxlayın. Cüt ədədləri necə idi? Deməli, cüt arta gedir. Baxın, cüt arta gedir. Amma tək ədədlərdə də 2 ilə başlayır. Sadəcə 1, 3, 5, 7, 9 fərqi ondadır. Sonra cüt ədədlər də sonsuz çoxluqdur. Ən kiçik cüt ədədimiz, ən kiçik daha doğrusu tək ədədimiz bizim nə olacaq? Ən kiçik tək ədəd. Ən kiçik tək ədədimiz 1-dir. Ən kiçik cüt ədəd 2-dir. Ən kiçik cüt ədədimiz bizim 2-dir. Sonra deməli bunlar da qaydadır. Sonra natural ədədlər 2 yerə bölünür. Deməli, sadə və mürəkkəb ədədlər olmaqla 2 yerə bölünür. Sadə və mürəkkəb. Natural ədədlər sadə və mürəkkəb olmaqla 2 yerə bölünür. Sadə ədədlər özünə və vahidə bölünən ədədə deyilir. Vahidə bölünən ədədlərə sadə ədədlər deyilir. Məsələn, vahid nə deməkdir? Yəni 1-ə. Özünə və vahidə bölünən ədədlərə sadə ədədlər deyilir. Məsələn, 2, 3, 5, 7, 11, 13, məsələn, 13, 14, 17, 19. Bunlar hamısı biri özünə 2-nin vuruqları nədir? 2 vur 1 deməkdir. 3 nə deməkdir? 3 vurulsun 1 deməkdir. 5 vurulsun 1 deməkdir. 7 vurulsun 1 deməkdir. 7 deməli 7 vurulsun 1 deməkdir. Sonra 11 nə deməkdir? 11 vurulsun 1. 13 vurulsun 1. Yəni görürsünüz ki, bunlar hamısı bir özünə bölünür. Ədəd bir özünə bölünür. Bir də birinə bölünür. Yəni sadə ədədlər özünə və vahidə bölünən ədədlərə sadə ədədlər deyilir. Sonra mürəkkəb ədədlər nəyə deyilir? Mürəkkəb ədədlər Mürəkkəb ədədlər deməli 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. 2-dən çox böləni olan ədədlərə deyilir. Deməli, mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Və bir də burada qeyd edilir, ən kiçik sadə ədədimiz bizim 2-dir. 2 qayda olaraq yazın ki, burada ən kiçik sadə ədəd 2-dir. 2 ən kiçik sadə və həmçinin cüt ədəddir. Ən kiçik sadə və cüt ədədimiz bizim 2-dir. Sonra mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlərə deyilir. 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Mürəkkəb ədədlərə məsələn misal çəkək. 4, sonra 6, sonra 2, 4, 2 yox, 2 sadə ədəddir dedik. Çünki 2 nə deməkdir? 2 vur 1 deməkdir də. Başqa bir vuruğu yoxdur. 8, 2, 4, 6, 2, 4, 5 də olmaz, 6, 8, 9-un elə özü, 10, 12, 14, 15 və s. Yəni çox yazmaq olar. 4 nə deməkdir? 4 1-ə bölünür, 4 qalır. 4 2-yə bölünür, 4 qalır. Baxın, 4 nə qədər ədədə bölünür? 2-dən çox böləni var. Deməli, bir özündən, bir də 4-dən başqa özündən və vahiddən başqa böləni varsa, vahid özündən və vahiddən başqa bölən nədir? Baxın, bu 2-dir. Bu da demək ki, mürəkkəb ədəd sayılır. Sonra 6 1-ə bölünür, 6 qalır, 2-yə bölünür, 3 qalır. Deməli, özündən və vahiddən də başqa yerdə 2 və 3-ə bölünürsə, bu mürəkkəb ədəddir. Sonra 1 1-ə bölünür, 8 qalır, 2-yə bölünür, 4 qalır. 9 nəyə bölünür? 1-ə bölünür, 9 qalır. 9 3-ə bölünür, 3 qalır. Sonra 10 1-ə bölünür, deməli 10 qalır. 10 2-yə bölünür, 5 qalır. Görün, baxın, burada deməli özündən, bir də vahiddən başqa, yəni 1-dən başqa nəyə bölündü? 2-yə və 5-ə bölündü. 2 və 5-ə bölünürsə, demək ki, bu mürəkkəb ədəddir.
Sonra 12 1'ə bölünür, 12 qalır. 12 2'yə bölünür, 6 qalır. 12 3'ə bölünür, 4 qalır. 13 14 1'ə bölünür, 14 qalır. 14 2'yə bölünür, 7 qalır. Yəni özündən bir də ki, vahiddən əlavə 2 və 7 bölünürsə, yəni 2-dən çox böləni varsa bu mürəkkəb ədəddir. Yəni eyni qədər yazmaq olar. Məsəl üçün 99 yazaq. 99 nələrə bölünəcək? 1'ə bölünür, 3'ə bölünür. Əgər birdən əlavə 3'ə bölünmə varsa, 1'ə bölünür və 99'a da bölünür, düzdürmü? Özündən və birdən başqa böləni varsa, demək ki, bu mürəkkəb ədəddir. O dəqiqə biz bunu mürəkkəb ədəd kimi götürəcəyik. Bunları silim qaydaları.